Deməli, verilib ki, konusun doğranı 12 olub, oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağın sinusu 3/2-dir. Konusun həcmini tapın. Konus çəkdim. Deyir ki, doğranının oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağın sinusu, yəni bu alfa bucağının sinusu 3/2-dir. Yəni qarşı katet 2K, hipotenuz 3K. Qarşı kateti yazacağım 2K, yəni hündürlüyü 2K'dır. Hipotenuz olacaq 3K. Buradan 3K bərabərdir 12-yə, K da olacaq 4. K 4-dürsə, hündürlük, yəni 2 vur 4, burası 8. Hipotenuz 12 idi. Bizə radius lazımdır. 12 8 isə biz buradan kiçik yeri tapa bilərik. 8-in kvadratı üstə gəl r-in kvadratı bərabərdir 12-nin kvadratı. Buradan r-in kvadratı bərabərdir 144 minus 64. R kvadratı bərabərdir 80. Bu belə qalsın. Konusun həcm düsturunu yazırıq. 3/1 oturacağının sahəsi vurulsun hündürlük. 3/1 oturacağı dairədir. Dairənin sahəsi pi r kvadratı vur h. 3/1 pi 3 qəbul edin deyir. R kvadratı 80, h da 8-dir. 3'lər ixtisar getdi. Cavab 640. Yəni D variantı.